Salam, bugünkü izahımız olacaq 9-cu sinif ümumi tarixdən 6-cı paragraf, yəni Hindistan, Çin və Yaponiya. Deməli, Hindistanın böyük bir hissəsi Böyük Britaniyanın Ostin şirkətinin nəzarəti altında idi artıq bu dövr üçün. İngiltərə müstəmləkəçiliyinin mərkəzi isə artıq Kəlküttə şəhəri idi. Və Böyük Britaniya hökuməti racilərin formal müstəqilliyini saxlamışdı. Bunda məqsədi var idi. Burada məqsəd geniş miqyaslı üsyanların baş verməməsi, yəni birliyin olmaması üçün bunu edirdilər. Həm də elə racilər arasında onsuz da müharibələr var idi. Və Ostin şirkətinin burada müstəmləkəçilik siyasəti yerli əhalinin iqtisadi vəziyyətini daha da ağırlaşdırır. İqtisadiyyatını daha da ağırlaşdırmışdı. 1856-cı ildə Alt knyazlığının tutulması ilə işğal ilə Hindistan Böyük Britaniyanın işğalını başa çatdırmışlardı. Və buradakı müstəmləkə zülmü, xristianlaşdırma siyasəti sipahilər üsyana səbəb olur. Sipahilər kimdir? Sipahi sözü mənası ümumiyyətlə döyüşçü deməkdir. Sipahilər Ostin şirkətinin elə bil ki, Ostin şirkətinin ordusunda xidmət etmək üçün yerli əhalidən toplanmış döyüşçüləridir. Ümumi mənası döyüşçü demək, amma yerli əhalidən də bu. Və üsyançılar 2-ci Bahadır Şahı ölkənin yeganə qanuni hökmdarı elan etdilər, özlərinə rəhbər seçirlər onu və 1859-cu ildə 57-də başlamışdı bu üsyan. 59-cu ildə bu üsyan yatırılır, əsas səbəb isə vahid komandanlığın olmaması idi. Və bundan sonra isə Böyük Britaniya hökuməti Ostin şirkətinin idarəçilik hüququnu ləğv edir. Əslində qalsa, bu dəstəkdə yoxdur. 1833-cü ildə Ostin şirkətinin ticarət hüququnu ləğv etmişdi. Birinci ticarət hüququnu ləğv edirsiniz işte. Sonra 1859-cu ildə isə deməli idarəçilik hüququnu ləğv edir və burada ailə hakimiyyət vice-krala verildi. 1876-cı ildə isə Böyük Britaniya imperatriçəsi Victoria həm də Hindistanın imperatriçəsi oldu. Yəni bu titulu qəbul etdi. Və deməli müstəmləkəçilər Hindistanı Böyük Britaniyanın mirvarisi hesab edirlər, mirvaris adlandırırlar. Sonra 1885-ci ildə burada deməli ingilislərin razılığı ilə Hindistan Milli Konqresi yaradıldı. Burada da yenə də partiya və hökmranlığı siyasətindən istifadə edirlər. Yəni Milli Konqresdə bu Hind millətçiləri var, bir də müsəlmanlar vardı. Bunlar arasındakı ciddiyyətlərdən istifadə edib ingilislərə qarşı, müstəmləkəçilərə qarşı vahid cəbhənin yaradılmasına imkan vermirlər. Sonra keçək Çin. Çin də elə bu vəziyyətdə idi. Yəni yarım müstəmləkəyə çevrilmiş bir ölkə idi. Deməli 19-cu əsrin əvvəllərində Çində rüşvətxorluq, korrupsiya bu hallar artıq üsyanların başlanmasına səbəb oldu, üsyanlara səbəb olurdu. Sonra ağ ölüm tiryəkdir. Burada tiryək ixracının genişlənməsidir. Bu da Mancur sülaləsinin, Çin sülaləsinin mənafeyinə uyğun idi. Sonra Çinlilər, daha doğrusu ingilislər Çin mallarını gümüş puluna alırlar. Yəni gümüş pula dəyişirlər. Bu da İngiltərədən böyük miqdarda deməli gümüşün çıxarılmasına səbəb olur. Və bunun da qarşısını almaq üçün artıq Çinə tiryək satmağa başlayırlar. Deməli 1840-42-ci illərdə birinci tiryək müharibəsi olur. Burada da təbii ki Çin məğlub olur və Nankin müqaviləsi bağlayır. 1842-ci ildə Nankin müqaviləsi bağlayır. Həmin bu Nankin müqaviləsinə görə deməli nə deyilib? Çin artıq İngiltərə böyük məbləğdə təzminat ödəməlidir. Təzminat bilirsiniz də, yəni məğlub tərəf qalibə nə ziyan dəyibsə onu ödəməlidir. Təzminat ödəməlidir. Tianqan, yəni Hong Kong şəhərini verirdi İngiltərəyə. Bu, bilirsiniz nə vaxt qaytarılacaq geri? Bunların tarixini dəqiq yadda saxlayır. 42-ci ildə alınır, İngiltərəyə verilir də. 1997-ci ildə İngiltərə onu geri qaytarır. İndi bu mövzunun içində baxdım yoxdur. Yəqin ki, irəlidəki mövzularda var və yaxud da ən azından 11-ci sinifdə olmamış olmaz. Ona görə də yadda saxlayın. Bax, nə zaman alındı Tianqanı, Hong Kongu? 1842-ci ildə geri qaytardı 1997-ci ildə. Bir də ki 5 limanını, yəni Çin 5 limanını açır ki, ticarət üçün açmağa məcbur olur. Və deməli elə bundan ki müqaviləsindən Çinin yarım müstəmləkəyə çevrilməsinin əsası qoyulur. Sonra kəndli imperiyası, kəndlilərin imperiyası. Bunu deyəndə o dəqiqə ağlımıza Taiping Tianqo, Taipinglər dövləti yadımıza düşür. Deməli bu Çin imperiyasının vergi siyasəti, eyni zamanda elə xarici təcavüz, yəni müstəmləkəçi siyasət deməli burada üsyana səbəb olur, kəndli üsyana səbəb olur.
1850-1864-cü illəri əhatə edir. Əsas məqsədləri ümumi bərabərlik idi və bu ümumi bərabərlik ideyası əsasında dövlət yaratmaq idi. Üsyançılar Nankin şəhərinə tutular, oranı özlərində paytaxt etmişdilər və islahatların içərisində də deməli hansı ki vergilər azaldılır, qadınlara kişilərlə bərabər hüquq verilir. Sonra amma bu Böyük Britaniya, Fransa və ABŞ bunlar yeni güzəştlər almaq üçün Çin imperatorundan yeni güzəştlər almaq üçün onlar Çin imperatoruna bu üsyanı yatırmaqda, bu kəndlilərin üsyanı yatırmaqda kömək edirlər. Sonra 2-ci Türkiyə müharibəsi. 2-ci Türkiyə müharibəsi də 1856-1860-cı illəri əhatə edir. Deməli 1860-cı ildə İngiltərə, Fransa və ABŞ qoşunları demək olar ki, elə də böyük bir müqavimətə rast gəlmədən Pekin ələ keçirirlər. Bundan sonra da Çin, Böyük Britaniya və Fransa ilə yəni yeni bir müqavilə bağlayır. Yenə də bu qeyri-bərabər hüquqlu müqavilə idi. Və burada da artıq bu müqaviləyə görə, bu Pekin müqaviləsinə görə, daha doğrusu Pekin müqavilələri həm İngiltərə ilə, həm Fransa ilə Pekin müqavilələrinə görə artıq Çin Türkiyənin açıq satışına icazə verir. Və eyni zamanda burada təzminat da ödəyir, burada da təzminat məsələsi var. Bir də ki, İngilis-Fransız təbəələrinə öz ərazisində, yəni ölkə ərazisində sərbəst hərəkət hüququ tanınmış olur. Sonra elə 20-ci əsrdə, daha doğrusu 19-cu əsrin sonlarında Çin, Fransa və Yaponiya ilə apardığı müharibələrdə məğlub olmuşdu və burada da Vyetnam, Koreya və Tayvan üzərində olan nəzarəti itirmişdi. Sonra inqilabi mübarizə başlayır bundan sonra, yəni bu Çinin bu cür müstəmləkəyə çevrilməsindən sonra, yarım müstəmləkəyə çevrilməsindən sonra və 1905-ci ildə Sun Yat-senin rəhbərliyi ilə Birləşmiş İttifaq yaradılır. 1905-ci ildə. Və 1911-13-cü illər inqilabı nəticəsində monarxiya devrildi, müvəqqəti respublika yaradıldı 13-cü ildə. Və respublika elan, konstitusiya da qəbul, daha doğrusu müvəqqəti konstitusiya da qəbul olunur, müvəqqəti respublika dedim. Müvəqqəti konstitusiya da qəbul olunur və respublika elan olunur. Və Sun Yat-sen də həmin bu respublikanın prezidenti olur. İzahımız bu qədər, sağ olun.